Əziz abituriyentlərimiz, buraxılış imtahanı qabağı hər birinizə uğurlar arzulayıram. İnşallah ki, istədiyiniz nəticəni əldə eləyərsiniz və imtahan qabağı bəzi amonimlərin mənalarını sizə izah eləmək istəyirəm. Çim sözünün mənalarını izah eləyəcəm. Çim sözünün bir çox mənaları var. Bir mənası tamam, çılxa deməkdir. Çılxa sözünü bəzən uşaqlarımız mənasını başa düşmürlər. İndi nümunə işlədəcəm. İnşallah ki, nümunədən sonra başa düşəcəksiniz. Məsələn, deyirəm ki, yemək çılxa yağ idi. Yəni, yemək tamam yağ idi. Çılxa tamam mənasında işlənir. İkinci mənada çim sözü torpağın üzərində bitkilər elə sıx şəkildə bitir ki, bir təbəqə yaradır. Buna da çim deyirlər. Yəni, torpağın üzərində bitki təbəqəsi. İkinci mənada bəzi su hövzələrində su bitkiləri var. Onlar təbəqə, məsələn, bataqlıq zad kimi yerlərdə bir təbəqə yaradırlar. Buna da çim deyirlər. Xatırlayırsınızsa, mən Cəlil Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları povesti haqqında bir video çəkmişdim. Orada da demişdim ki, Cəlil Məmmədquluzadə orada Danabaş kəndinin əhvalatlarında Xudayar bəy belə təsvir edir. Xudayar bəy o qədər çirkin idi ki, sanki çim altından qurbağa baxırdı. Çim sözünün bir mənasında bunu xatırlayaraq yadınızda saxlaya bilərsiniz. Çim sözünün başqa bir mənası isə çimmək feilidir. Sonra çin sözünü izah eləmək istəyirəm. Çin sözünün bir mənası, məsələn, deyirik ki, yuxusu çin çıxdı, yəni doğru, düz çıxdı. İkinci mənada çin sözü təbəqə, qat mənasında işlənir. Bir mənada da kənd təsərrüfatı aləti var, oraq. Həmin orağın dişli forması, bir dişsiz oraq var. Bir də ki, dişli belə mişar kimi dişi olan oraq. Yəni, dişli oraq formasıdır çin. Digər mənada çin işlənir yığın, qalaq mənasında. Onu da xatırlayırsınızsa, Qaynana filmində belə bir epizod var idi. Pullar için Çin bibi, sir sifəti Çin bibi, pullar için Çin bibi, yəni pulları qalaq-qalaq bibi. Buradan yadınızda saxlaya bilərsiniz. Bir mənası da rütbə mənasındadır. Məsələn, deyirik ki, yüksək çinli zabitlər, yəni yüksək rütbəli zabitlər. Əziz abituriyentlər, yorumlarda yazın görək, bəs ar amoniminin hansı mənalarını bilirsiniz?